Salam dəyərli müəllimlər, mən kurikulum üzrə təlimçi Aqil Fəthullayev. Söz verdiyimiz kimi kurikulumla mövzu izahlarımız ardıcıl olaraq YouTube kanalımıza yerləşdirilir. Mövzu izahlarından xəbərdar olmaq üçün YouTube kanalımıza abunə olaraq bildirişləri aktivləşdirməyiniz kifayətdir. Öyrəndiklərinizi möhkəmləndirmək üçün aşağıda rəy bölməsində və izah hissəsində bərk edilmiş Telegram linkimizə daxil olaraq kanalda paylaşılan sualları işləyib mövzunu möhkəmləndirə bilərsiniz. Hər hansı bir sualınız olsa da rəy bölməsində qeyd edin, cavablandıracağım. Bizim Əyanim onlayn dərslərimizə qoşulmaq üçün 070 346 44 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz ki, siz həm yeni başlayan intensiv qruplar və yaxud yeni yaradılacaq qruplar, eləcə də təkrar qruplarımızla bağlı məlumat alıb, sıfırdan da qruplarımıza qoşula bilərsiniz. Mövzumuz ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərdir. Yadda saxlayaq, 9 tələb qoyulub pedaqoji tələb olaraq, onların hər biri ilə bağlı qəbulda situasiya tipli suallar düşə bilər. O suallar Telegramımızda paylaşılır, işləyə bilərsiniz. Amma hər halda hər bir izahını veririk. İzlədikdən sonra daxil olub testləri işləyin. Ümumi pedaqoji tələblər hansılardır? 9 tələbdən ilki pedaqoji prosesin tamlığıdır. Pedaqoji prosesin tamlığı. İlk öncə pedaqoji proses anlayışına gələk. Pedaqoji proses dedikdə dərs müddətini nəzərdə tutun. Bir akademik dərs saatı, yəni 45 dəqiqəlik müddət pedaqoji prosesdir. Həmin müddət tam olmalıdır. Tamlığın göstəricisi nədir? Biz planlama mövzusunu keçərkən demişik və yenə də izahı paylaşılacaq. Planlama mövzusunda nəticədən planlama deyilən bir şey öyrənmişik. Yəni nəticəni müəyyən edirik, dərsi ona çatmaq üçün qururuq. Bu tamlıq da nəticə, təlim məqsədi üzərində qurulacaq. Təlim məqsədləri öyrədici, inkişaf etdirici, tərbiyə edici olmalıdır. Tərbiyə edici. İndi təlim məqsədlərinin öyrədici, inkişaf etdirici və tərbiyə ediciliyi nə deməkdir? İlk öncə bundan danışırıq. Öyrədici olması. Mən elə bir məqsəd qoymalıyam ki, dərsin sonunda siz o məqsədi öyrənib ona çata biləsiniz. Yəni, öyrədici olsun. Məlumatları əldə edə biləsiniz və öyrənə biləsiniz. Belə bir məqsəd qoymalıyam və sonunda onu nəticə kimi əldə edə biləsiniz. Yəni, bu dərsin sonunda öyrənə bilirsinizsə, deməli, məqsədimiz öyrədicidir. 2. İnkişaf etdirici. Bu dərsin əvvəlində siz hansı bilik bacarığa sahibsiz? Bu prinsiplə bağlı. Dərsin sonunda hansı bilik bacarığa sahibsiz? Arasındakı fərq inkişaf etdiriciliyidir. 3. Tərbiyə edici olması isə mövzunun, yəni tərbiyəvi mövzuda danışmaq, mənəviyyatı inkişaf etdirmək, dəyərləri inkişaf etdirmək deyil. Tərbiyə edicilik mövzunun mahiyyətinin anlaması. Yəni, mən bu mövzunu keçirəm və dinləyən müəllimim sual verir. Əslində, çox gözəl öyrəndim, aydın oldu, amma bu mənim nəyimə lazımdır deyir. Deməli, mövzunun mahiyyətini anlamayıb. Mövzunun mahiyyətini anlamayıbsa, tərbiyə edicilik yoxdur. Yəni, biz bu mövzunu nə üçün öyrənirik? Bu olacaq tərbiyə edicilik. Əgər bu 3 anlayışdan hər hansı biri yoxdursa, deməli, pedaqoji prosesin tamlığı pozulub. Tam olması üçün həm öyrədici, həm inkişaf etdirici, həm də tərbiyə edici olmalıdır. Öyrədici, inkişaf etdirici və tərbiyə ediciliyi ilə bağlı deyəcəyimiz məlumat bu qədər. Amma qarşınıza belə bir testlər çıxa bilir. Məsələn, tərbiyə ediciliyi tam anlayasınız deyə deyirəm. Müəllim şagirdlərə bitkiləri qorumağın yollarını öyrədir. Və indi şagird ona su verməlidir, torpağını yumuşaltmalıdır, budamalıdır və s. Bunların hamısını öyrəndi. Amma bunları öyrənməsinə rəğmən şagird indi necə edəcəyini bilir. Sual verir, mən niyə bunu eləyirəm? Niyə bitkilərə baxıram, qulluq eləyirəm, əlavə vaxt sərf eləyirəm? Əgər bu sualı verirsə, deməli mövzunun mahiyyətini anlamayıb və tərbiyə edicilik yoxdur. Əgər tərbiyə edicilik yoxdursa, hansı prinsip pozulur? Pedaqoji prosesin tamlığı. Bu tipli situasiyalar qarşımıza çıxa bilər və söhbət tamlıqdan gedir. Mövzu ilə bağlı, təkrar prinsiplə bağlı hər hansı bir sualınız olsa, rəy bölməsində yazın, cavablandırılacaq. Daha sonra biz sizə danışarıq ikinci şagird yönümlülük prinsipi ilə bağlı. Şagird yönümlülük.
Şagird yönümlülük nədir? Şagird yönümlülük prinsipi dedikdə biz nəzərdə tutacağıq, xüsusən tərifi üzərindən danışacağıq, amma şagirdlərin maraqları, mənafeyləri, istəkləri, şəxsiyyətinin formalaşması və s. bunlar haqqında. Tərifə baxaq. Şagird yönümlülükdə şagirdlərin mənafeylərinin müdafiəsinə, müdafiəsi 2022'nin qəbul imtahanında bu düşmüşdü. Mənafeyin müdafiəsi. Daha sonra təhsil tələbatlarının ödənilməsi istedadlarının reallaşdırılması sonuncusu şəxsiyyətinin formalaşdırılması. Bunlara xidmət edir. İlk öncə başlayırıq mənafeyinin müdafiəsindən. Təhsil alanın mənafeyinin müdafiəsi dedikdə nəyə nəzərdə tuturuq? Situasiyalarda necə qarşımıza çıxır? Ümumiyyətlə, bir insanın mənafeyi onun istəkləri və yaxud onun şəxsinə aid hüquqları deyə bilərik, tələb etdiyi nələrsə. Onun mənafeyidir. İndi biz dərs mühitində bunu necə qurarıq? Deməli, dərsi şagirdlərin istəklərinə və seçiminə buraxmaq. Seçiminə buraxmaq deyəndə mən keçmək istəmirəm yox, bilik bacarıq vərdişləri yiyələnməyə borcludur. Sadəcə onlara seçim imkanı veririk, istəklərinə uyğun qururuq. Şagird yönümlülüyün əsas onsuz istəyi də budur, tələbi budur. Biz onların mənafeyini müdafiə edirik, yəni seçim haqqını onlara veririk və öz istəklərinə buraxırıq. Bu zaman şagird yönümlülüyü prinsipinə əməl etmiş oluruq. İstəklərinin nəzərə alınması. Məsələn, deyirəm ki, dərsi təqdimatını hazırlayarkən istəyinizə uyğun təqdimat hazırlaya bilərsiniz. Bu əslində onların mənafeyinin müdafiəsinə uyğun olan bir situasiya tipli tapşırıqdır. İstəklərinə uyğun nələrin edilməsi. 2. Təhsil tələbatlarının ödənilməsi. Söhbət təhsil tələbatından gedir, çünki əlavə olaraq tələbatlar bura aid ola bilməz. Bizim gücümüz çatan ancaq bilik, bacarıq və vərdişlərin formalaşdırılması ilə bağlıdır. Bəs təhsil tələbatları şagirdlərin nə ola bilər? Hansı təhsil tələbatları ola bilər? Təhsil tələbatları, bugün mən bu mövzunu sizə keçirəm. Və indi dinləyən müəllimimiz deyir ki, bu çox çətindir, biz bunu öyrənmək istəmirik. Və təhsil tələbatlarını ödəyərkən burada yazaq, maraq və potensial da nəzərə alınır, müəyyən olunur. Mən də indi həmin müəllimimizin fikrini qəbul edirəm və deyirəm, yaxşı, gəlin bu mövzunu keçməyək. Razılaşdım, müəllimimizdən keçmədim. Nə etdim? Marağı nəzərə aldım. Amma tələbatı ödəmədim. Çünki proqramda bu mövzu var. Və qəbula bir sual demək olar ki, hər il buradan düşür. İndi mən marağı nəzərə aldım. Tələbatı ödəmədim. Bu zaman nə etmiş oldum? Şagird yönümlülüyü pozdum. Marağı da yaratmalıydım, tələbatı da ödəməliydim. İkinci, yenə də bu mövzunu keçirəm. Və müəllimlərimdən biri deyir ki, biz əslində və yaxud hər biri deyir ki, biz bu üsulla öyrənmək istəyirik. Deyirəm, mən o üsulu keçsəm, müəllimlərin bəli istəyini nəzərə alıram, amma mənim üçün çətin olacaq. Bəs nə etməliyəm? Mən öz istəyimə, özümə rahat olan formada keçim. Əslində, tələbatı ödəməyə çalışıram, amma marağı nəzərə almıram. Yenə də şagird yönümlülüyü prinsipini pozdum. Doğru olan nədir? Mən əgər sizin istəyinizə uyğun keçə bilirəmsə və dərsin məqsədinə çatacamsa, sizin istəyinizə uyğun keçməliyəm. Həm mənafeyinin müdafiəsi, həm tələbatının ödənilməsi. İkisi bir yerdə, həm də maraqların nəzərə alınması. İkinci, müəllimimiz dedi ki, mən bu mövzunu keçmək istəmirəm. Yaxşı, mən bunu keçməsəm tələbatını ödəmirəm, pozuram. Deməli, həmin müəllimi razı salmağa çalışmalıyıq. Yəni, mən artıq mövzunun əhəmiyyətini, mahiyyətini anlatmalıyam, başa salmalıyam ki, bu bizə buna görə lazımdır. Və maraq oyatdıqdan sonra mən mövzunu keçəcəm. Bunu edirəmsə artıq, deməli, mən həm tələbatını ödəyirəm, həm də maraq yaratmış oluram, marağını nəzərə alıram. Bunların hər biri şagird yönümlülüyü prinsipinin tələbidir. Tələbatın ödənilməsi də bu tipli situasiyalarla qarşımıza çıxır. Şagird istəmir, müəllim keçir, marağını nəzərə almadı. Şagird istəmir, müəllim onlarla söhbət aparır, razılaşır şagirdlər və dərsi keçir. Deməli, tələbatı da, marağı da nəzərə aldım. Bu olacaq şagird yönümlülüyü ilə bağlı ikinci. 3. İstedadların reallaşdırılması. İstedadın reallaşdırılması odur ki,
Mən sinifimdə xüsusi istedadlı bir şagirdi müəyyən etdim. Humanitar sahədə yüksək səviyyədə yaddaşı var. Qəşəng məntiq analiz edir və yaxud riyazi savadı var. Bunu müəyyən etdikdən sonra əgər inkişaf etdirmək üçün tədbirlər görülürsə, bu zaman istedadı reallaşdırılır. Amma elə bir tədbir görülmürsə, istedadı reallaşdırılmır. Bu da şagird yönümlülüyün prinsipinin pozulması. Məsələn, düşünürəm ki, bundan valideyni məşğul olsun, məktəb rəhbərliyi və sinif rəhbəri bunu müəyyən etsin. Mən artıq özümə iş götürmək istəmirəm. Nə etdim? İstedadı reallaşdırmadım və şagird yönümlülüyü pozdum. Və yaxud qəşəng nitq qabiliyyəti var, şeirlər yazır, tədbirlərdə istifadə etməliyəm. Nəzərə almıram. Yenə şagird yönümlülüyü pozuram. Amma nəzərə alıb şeirlər dedirəmsə, şeirlərdən əlavə deyək ki, onun çıxış etməsində qəşəng nitqi var. Tədbirlərdə aparıcı olmasını təmin edirəm. Məsələn, bu istedadların nəzərə alınmasıdır. Bu da olacaq istedadın reallaşması, şagird yönümlülüyü ilə bağlı. Sonuncu, şəxsiyyətin formalaşması. Bu sizi çaşdıra bilər. Şəxsiyyətin formalaşması o həmin 2022-ci ildə bu nəzəri yazılmışdı. Mənafe müdafiəsinə və şəxsiyyətin formalaşmasına xidmət edir. Söhbət nədən gedir? Təbii şagird yönümlülükdən, amma mövzunu bilməyən müəllimlər şəxsiyyətin formalaşmasını görən kimi şəxsiyyət yönümlülüyü götürür təbii ki. Bu da səhv cavabdır. Biz əgər bunların hər birini əməl etsək, həm mənafeyini müdafiə etdim, həm istedadını reallaşdırdım, bir şəxsiyyət kimi formalaşmasına səbəb olacaq. Ona görə də istedadın reallaşması, tələbatların ödənilməsi, mənafeyi müdafiəsi hər biri şagird şəxsiyyətinin formalaşması ilə bağlıdır. Cavab hər birində olacaq şagird yönümlülük. Şagird yönümlülüyü ilə bağlı veriləcək izah bu qədər. Növbəti biz sizə danışarıq. Şəxsiyyət yönümlülük prinsipi ilə bağlı. Şəxsiyyət yönümlülük prinsipi nədir? Tərifi belədir. Təhsil alanların idrak, emosional və psixomotor fəaliyyətləri əsasında milli bəşəri dəyərlər, həyatı bacarıqları formalaşdırmalıyıq. İdrak, emosional və psixomotor bu taksonomiya və fəaliyyətin növləridir. İdrak düşüncə, ünsiyyət, emosional, psixomotor da fiziki hərəkətlərlə bağlıdır. Həmin fəaliyyətlərdə dəyərlər formalaşdırmalıyam. Yəni, həm şagirdin düşüncəsində, həm danışığında, həm də hərəkətlərində tərbiyəvi mövzuda mənəviyyatın inkişaf etdirilməsi və dəyərlərin formalaşmasına səbəb olmalıyam. Burada iki əsas nüans var diqqət yetirdiyiniz. Birincisi, mənəviyyatın inkişaf etdirilməsi. İkincisi də olacaq, dəyərlərin formalaşdırılması. Bunların ikisi də tərbiyə etməklə bağlıdır. Tərbiyə. İndi siz həm tamlıqda tərbiyə eşitdiniz, həm şəxsiyyət yönümlülükdə. Şəxsiyyət yönümlülükdə tərbiyə dəyər aşılamaq, mənəviyyatı inkişaf etdirməkdir. Tamlıqdakı tərbiyə mövzunun deyək ki, nə üçün öyrənildiyini, mahiyyətini anlatmaqdır. Yəni, orada tərbiyəvi mövzuda danışmaq deyildir. Mövzunun tərbiyə ediciliyi, mövzu nə üçün keçirilir, həyatda mənim nə işimə yarayacaq, onu bilməliyik. Dəyərlər dövlət standartlarında artıq öyrənmişik. Səriştələr mövzusu var. Səriştələrdə dəyərlərlə bağlı olan 5 səriştə var. Milli kimliyin dərki, milli iftixar hissi, fəal vətəndaş mövqeyi, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət, şəxsi və sosial məsuliyyət. Onların hər birinin formalaşdırılması şəxsiyyət yönümlülüyü ilə bağlıdır. Məsələn, dəyər formalaşdırır. Müəllim şagirdlərdə dövlət rəmzlərinə qarşı, Azərbaycançılıq ideyalarına qarşı hörmət hissi aşılayır. İndi müəllim dövlət rəmzlərinə hörmət hissi aşılayır. Artıq bunu bilirik ki, bu milli kimliyin dərki, milli iftixar hissi ilə bağlıdır. Dövlət rəmzləri və Azərbaycançılıq ideyaları. Bunu deyirəmsə, artıq mən onun milli kimliyin dərki olduğunu tapdım, dəyər olduğunu bildim. Dəyərin formalaşdırılması nə ilə bağlıdır?
şəxsiyyət yönümlülüyündən. Cavab oldu şəxsiyyət yönümlülüyü. Situasiyanı buradan tapırıq. Və ya mədəni müxtəlifliyə hörmət. Sinifdə olan başqa millətlərin nümayəndələrinin də bayramlarına hörmət edirlər və bütün başqa millətlərə aid olan şagirdlər bir-birinin adət-ənənələrinə, geyimlərinə, düşüncələrinə hörmətlə yanaşırlar, bayramlarına məsələn. Bu zamanda mədəni müxtəlifliyə hörmət. Bu nədir? Dəyər. Dəyər nə ilə bağlıdır? Şəxsiyyət yönümlülüyü ilə. Bax, düşüncə olaraq belə axtarırıq situasiyanı. Başqa da ola bilər. Milli geyimlərlə bağlı ola bilər. Kütlə içərisində, məsələn, şəxsi sosial məsuliyyət. Zooparkda, parkda, restoranda, marşrutda davranış qaydaları öyrədilir. Bu, şəxsi və sosial məsuliyyətə aiddir. Həm mənə, həm də kütlənin rahatlığı üçün. Əgər bunu edirəmsə, bu da dəyərdir, şəxsi və sosial məsuliyyətdir. Dəyər formalaşdırılması şəxsiyyət yönümlülüyü ilə bağlıdır. Şəxsiyyət yönümlülüyü ilə bağlı olan sualların hamısında ya tərbiyələndirici mövzuda olacaq, ya mənəviyyatın inkişaf etdirilməsi olacaq, ya da dəyərlərin aşılanması. Şəxsiyyət yönümlülüyü də söhbət buradan gedir. Amma həm düşüncəmizdə, həm hisslərimizdə, həm də hərəki fəaliyyətimizdə bunu etməliyik. Ünsiyyətimizdə də, hisslərimizdə dəyər və emosiyalarla bağlı olan onsuz emosional taksonomiyadır. Ünsiyyət prosesi, müzakirə prosesi, öyrənmə və qavrama prosesi. Şəxsiyyət yönümlülüyü ilə bağlı deyəcəyimiz bu qədər. Sonda testlərə baxacaq. Ona görə də diqqətlə izləyək. Növbəti inkişaf yönümlülüyü prinsipi. İnkişaf. İnkişaf yönümlülük nədir? İnkişaf yönümlülükdə təlim nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında kompleks tədbirlər görürük. İndi mən təlim nailiyyəti nədir? Sonda əldə olunan bilik və bacarıq. Mənim sonda əldə etdiyim nəticə təlim nailiyyətinin təhlil edirəm. Təhlilindən alınan nəticələr əsasında kompleks tədbirlər görürəm. Tədbir. İndi bu tədbirlərlə bağlı məlumat verək. Situasiyalarda bunun üzərində qurulur. Müəllim diaqnostik, formativ, summativ qiymətləndirmə aparar və həmin qiymətləndirmənin nəticəsi əldə olunan təlim nailiyyətidir. Təlim nailiyyətindən sonra təhlil edir və müəyyən edir ki, agil filan bilik bacarıqlara yiyələnməyib. Səbəbi nədir? Təhlil edirəm. Məsələn, dərsin bu hissəsini agilin marağına uyğun qurmamışam və yaxud nəsə etmişəm, düz etməmişəm və yaxud şagird diqqətini yayındıran hallar olub. İndi mən təhlildən müəyyən etdim ki, bu səbəblərdən dərs istədiyimiz kimi olmuyor. Nə edirəm? Həmin dərsi, yəni növbəti dərsi həmin məqsədə uyğunlaşdırıram. Yəni, növbəti dərsdə həmin problemi aradan qaldıracaq tədbirlər görürəm. Nə deyirik? Təhlilindən əldə olunan nəticələr əsasında kompleks tədbirlər görürəm. Yəni, summativin nəticəsində növbəti dərsdə formalaşmayan bacarıqları formalaşdırmaq üçün düzgün istiqamət planı qururam. Və ya formativ aparıram, görürəm ki, bu dərs uğurlu keçməyib, növbəti dərsdə dəyişiklik edib həm geridə qalan mövzuları tamamlayıram, həm də düzgün istiqamət götürürəm və ya diaqnostikin nəticəsinə əsasən növbəti dərslər üçün planlamamda dəyişiklik edirəm. Yəni, biz bu gün dərsi keçdik. Məqsədi, nəticəni, əldə olunan nailiyyəti təhlil etdik. Növbəti dərslər üçün əlavə planlamada dəyişiklik etdik və yaxud bu əldə olunan nailiyyəti təhlil etdik, müzakirə etdiksə, o zaman biz inkişaf yönümlülüyü prinsipini əməl etmişik. Saydım, diaqnostikdə də, formativdə də, summativdə də bu var. Diaqnostik, formativ, summativ. Diaqnostik əslində müəyyən olunması şagird yönümlülüyü ilə bağlıdır. Onun nəticəsinə, əldə olunan nəticəyə əsasən tədbir görülməsi inkişaf yönümlülüyə aiddir. Və yaxud diaqnostik, formativ, summativ yazmaq təlim nailiyyəti sözünü yazar. Sonda əldə olunan nəticəyə əsasən təhlil aparır, müzakirə aparır, yazar. Bunların hər biri qeydiyyata aparır. Bu cümlələr hamısı situasiyanın nəticəsində feilləridir. Müzakirə aparır, təhlil edir, təhlil nəticəsində əldə olunan nəticələrə baxır. Kompleks tədbir, yəni növbəti dərsin planlamasında dəyişiklik edir və s. Hər biri olacaq nəticə yönümlülük prinsipindən, inkişaf yönümlülük prinsipi ilə bağlı.
İnkişaf yönümlülüğü hakkında deyəcəyimiz bu qədər. Növbəti 5-ci fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması nədir? Əslində inkişaf yönümlülüyü baxdıq dərsin sonunda təhlil olundu, nailiyyət və ondan sonra tədbir görüldü. Stimullaşdırma da sonda olacaq. Stimullaşdırmanın demək olar ki 99% testləri konstruktiv rəy ilə bağlıdır. Rəy. Rəy yəni əks əlaqə. Rəy əks əlaqədir. Siz bunu qiymətləndirmə mövzusunda keçəcəksiniz. Amma qısaca rəylə bağlı danışın. Yəni, inkişaf yönümlülüyü və stimullaşdırma ikisini yadda saxlayın sondadır. Stimullaşdırma nədir? Mən indi konstruktiv rəy verəcəm sizə. Mən bu gün tapşırıq vermişəm və yaxud dərs öyrənilib, sonda formativ qiymətləndirmə aparmışam. İndi stimullaşdırıram. Agilin səhvləri də var, düzləri də var. Məqsədə çatarkən səhv addımları da var, doğru addımları da var. Birinci, əks əlaqə qurarkən müsbətdən başlayıram. Agil sən filan davranışları və yaxud araşdırma nəticələri doğrudur. Çünki bu qaydalara əməl etmirsən, afərin. Müsbəti dedim. İndi mənfilərdə var axı. Mənfini öyrənməmisən, nə etmirsən, yox. Düzgün istiqamət verirəm. Bu məsələlərdə səhvlərim var. Bunları aradan qaldırmaq üçün dəqiq istiqamət verirəm. Nəyə baxır, nəyə baxır, nəyə baxır. Artıq gedib onları izləyib səhvlərini aradan qaldırmalıdır şagird. Bu da olur, düzgün istiqamət. Mən müsbətdən başladım, əslində çox səhvi vardı deyə həvəsindən düşmüşdü. Stimullaşdırmada müsbətdən başladım, özünə gəldi. Daha sonra düzgün istiqamət verdim. Amma bu düzgün istiqamət ifadəsini yadda saxlayın. Verilən konstruktiv rəy, yəni doğru, dürüst istiqamət, olacaq fəaliyyətin stimullaşdırılması. O zaman inkişaf yönümlülüyü və stimullaşdırma bir nöqtədə toqquşur. Yəni, o cümlə ikisinə də aid ola bilər. Dərsin sonunda mənim konstruktiv rəy verməyim əslində şagirdin nəticəsini müzakirə etməyimdir. Təbii, konstruktiv rəylər birbaşa fərdi olaraq verildikdə daha effektivdir. Mən əslində şagirdlə müzakirə aparmış oluram o zaman. Deməli, sonda həmin prosesi müzakirə etməyim konstruktiv rəyə də aid ola bilər. İnkişaf yönümlülüyə də aid ola bilər. Yəni, siz o cümləni görsəz, ikisinə də uyğunlaşdıra bilərsiniz. Çünki konkret nə etdiyini demir, müzakirə bunu düşünürəm, əks əlaqə qura bilər və yaxud məsələni təhlil edə bilər. Hər ikisi deməli cavab kimi çıxır. Amma birbaşa düzgün istiqamət verirsə, stimullaşdırmadır, amma digər tərəfdən istiqamətdən əlavə nəticəni təhlil edir və növbəti dərslər üçün planlamasında dəyişiklik edirsə, bu inkişaf yönümlülüyüdür. Bu nüansa diqqət yetirin, bunu yadda saxlayın. Konstruktiv rəy və yaxud effektiv əks əlaqə, konstruktiv effektiv deyilə. Effektiv əks əlaqə mövzusunu formativ qiymətləndirmədə keçdikdə buranı daha rahat yadda saxlaya biləcəyik. Hər hansı bir sualınız olsa, təkrar rəy bölməsində qeyd edin, cavablandırılacaq. 6. Dəstəkləyici mühitin yaradılması. Dəstəkləyici mühitin yaradılması. Dəstəkləyici mühitin yaradılması ən vacib prinsiplərdən biridir və sinifdə birbaşa müəllim tərəfindən həyata keçiriləcək. Dəstəkləyici mühitdə nələrə fikir verməliyik? Tərifindən irəli çıxıb deyirik. Dəstəkləyici mühit maddi, texniki, tədris bazası və infrastruktur əsasında. İnfrastruktur içərisində pedaqoji kadrlarla təminat da gedir. Yəni, biz özümüz də infrastruktur sayılırıq məktəbdə, müəllimlər. İkinci, bu bir olsun. 2. Olacaq sağlam, mənəvi, psixoloji mühitin yaradılması, mühit açmasın deyəcəm. 3. Təhlükəsiz və yaradıcı təlim şəraiti, təlim şəraitinin yaradılması. Hər biri ilə bağlı izahlara baxaq. İlk öncə maddi texniki tədris bazası və infrastruktur nədir?
Sinifə daxil oluruq və sinifdə maddi texniki tədris bazasında parta, stolda bunlarda əskiklik var. Bu zaman maddi texniki tədris bazasında əskiklik var və dərsin qavranılmasına, öyrənilməsinə mənfi təsir edəcək. Deməli, o problemləri aradan qaldırmaq üçün tədbirlər görməliyik. Demirəm, müəllim öz cibindən alsın, amma məlumatlandırmalıyıq və sinifimizi onlarla təmin etməliyik. Lövhə yoxdur, ağlı lövhə yoxdur. İndi ağlı lövhə bütün siniflər üçün çətindir, amma ən azı müraciətlər edə bilər ki, bizim dərsimizdə lazımdır. Yəni, maddi texniki tədris bazası və infrastruktur. Suallar necə düşür? Maddi texniki tədris bazası. Laboratoriya yoxdur, qavramaqda çətinlik çəkirlər. Tətbiqi fəaliyyət yerinə yetirə bilmirlər. Laboratoriyanın olması maddi texniki tədris bazasının olmamasıdır. Öyrənmə prosesinə təsir edir. Bu zaman dəstəkləyici mühit pozulur. Və ya sağlam mənəvi psixoloji mühit. Bu bir neçə mühit olacaq. Əslində, həmin mühit, psixoloji mühitə baxaq, belə deyək, şagirdlərin özünü rahat hiss etdiyi və özünü ifadə etməkdən çəkinmədiyi, səhv etməkdən qorxmadığı, onları dəstəkləyən sinif yoldaşları və müəllimlərinin olduğunu düşündüyü bir mühitdir. Əgər mən düşünürəm ki, səhv etsəm hamı mənə güləcək, bu sağlam bir mühit deyil. Çünki mən özümü orada rahat hiss etmirəm artıq, səhv etməkdən də qorxuram. Amma düşünürəm ki, səhv etdikdə mənə dəstək olacaqlar, bu zaman sağlam psixoloji mühit yaradılıb. Arada gərginliyin olmadı, yəni həm müəllim şagird arasında, həm şagird arasında gərginliyin olmadığı bir mühit, sağlam mənəvi psixoloji mühitdir. Şagird arasında necə pozula bilər? Müəllim sinifə daxil olur, şagirdlər arasında gərginliyi görür, amma düşünür bunu özləri həll etsin və öz dərsini keçir. Bunu etdikdə müəllim sağlam mənəvi psixoloji mühiti pozmuş olur. Çünki həmin psixoloji mühiti pozmuş olur. Çünki şagirdlər arasında gərginliyi aradan qaldırmadığı üçün şagirdlər özü onu həll etməyib, dərs prosesini pozar və digərlərinə də maneçilik törədərək dərsi qavraya bilməyəcəklər. Həm özlərinə problem yaradır, həm digərlərinə. Bu zaman dəstəkləyici mühiti pozmuş olacaqlar və yaxud müəllim özü şagirdi danlayır, istehza ilə yanaşır, gülüş obyektinə çevirir, çoxud sözlərdən istifadə edir, hətta şiddət fiziki olaraq göstərir. Bunların hamısı sağlam mənəvi psixoloji mühitin pozulmasıdır. Gecikib deyirəm, ayaq üstə, ayaq üstə, qalx küncdə. Bunu etdikdə mən şagird müəllim arasında gərginlik yaradıram və bu gərginlik dəstəkləyici mühitin pozulmasıdır. Sonuncusu, təhlükəsiz və yaradıcı təlim şəraitinin yaradılması. Təhlükəsiz və yaradıcı təlim şəraiti təhlükəsizlik qaydaları ilə bağlı şagirdləri məlumatlandırmağımızdır. Yəni, biz sinif mühitində təhlükəsizliklə bağlı şagirdləri məlumatlandırırıq və ona əməl etməsini təmin edirik və təhlükəsizlik qaydalarının pozulması həmin prinsipin, yenə dəstəkləyici mühitin pozulması olacaq. Deyək ki, şagird laboratoriyada özünü zədələyəcək müəyyən turşulardan özlərinə tökdü və yaxud əlini zədələdi, filan təhlükəsizlik qaydalarını pozacaq nələrsə etdi. Bunların hər biri müəllim nəzarətinin olmaması və təhlükəsizliyə riayət olunmamasıdır. Əgər öyrədirsə, əməl edir, tələb edirsə, yenə əməl edir, amma pozulursa, dəstəkləyici mühit pozulur. Təhlükəsizliklə bağlıdır. Deyəcəyimiz bu qədər. Hər bir prinsiplə bağlı suallarımızı rəy bölməsində yaza bilərik. Suallarınız cavablandırılacaq. Növbəti izahımız olacaq bizim. Stimullaşdırma dedik, dəstəkləyici mühit dedik, şagird yönümlülük, şəxsiyyət yönümlülük dedik, pedaqoji prosesin tamlığı dedik, inkişaf yönümlülüyü dedik. Çox qalmayıb, sadə prinsiplər qalıb bundan sonra. Təlimdə bərabər imkanların yaradılması. Təhsildə bərabər imkanların yaradılması və təlimdə bərabər imkanların yaradılması prinsipi və pedaqoji tələbi nədir? Biz sinifdə kimliyindən asılı olmayaraq, təbii ki, fərqləri də deyirik, qavramasından asılı olmayaraq, bütün şagirdlərə eyni bir təlim şəraiti yaratmalıyıq. Əgər mən dərsi keçərkən şagirdlərin fərqliliklərini qəbul etmir və dərsi müəyyən bir qrupun tələbinə uyğun keçirəmsə, bu zaman bərabər imkanları pozmuş olacaq. Bərabər imkanlara görə hər kəs üçün eyni bir mühit yaradıram. Bunu deyək, tapşırıqların hazırlanmasından bir nümunə gətirim sizə. Müəllim tapşırıq hazırlayarkən yalnız bir səviyyədə hazırlayırsa,
Ya ən aşağı, ya da ən yuxarı. Bu bir qrupu nəzərə almasıdır. Bəs digər onlardan yüksək və yaxud aşağılar nə edəcəklər? Onlara uyğun hazırlamadıq. Deməli, bərabər imkanları pozduq. Və yaxud sinifdə yüksək potensiallarla ancaq məşğul oldum. Digərləri istehza ilə yanaşmadım, kobud söz demədim, amma öz işində məşğul oldular. Bu zaman da bərabərliyi pozuram. Çünki bərabər imkanlara görə hamı üçün şərait yaratmalıydım axı. Dediyim kimi, suallar müxtəlif səviyyələrdə olmalıdır. Müxtəlif səviyyələrdə tapşırıqlar hazırlanmalı. İkincisi, müxtəlif səviyyədə tapşırıqlar hazırlanmalı. Hər kəs üçün bərabər imkanlar yaradılmalıdır. Bunlar hər biri bərabər imkanların yaradılması ilə bağlıdır. Əgər müxtəlif səviyyədədirsə, hamımızı nəzərə alır. Bir səviyyədədirsə, bizi nəzərə almadı. Bir qrupu nəzərə aldı. Bir qrupu nəzərə alırsa, bərabər imkanlar təmin olunmur. Bərabər imkanlar çox çətin deyil. Suallar üzərində də rahat olacaq. Növbəti bərabər imkanlarla bağlı bu qədər. Bir, məktəb valideyn, bir də inklüzivlik qalıb. Əslində, inklüzivliyi geniş formada inklüzivlik dərsini öyrənəcəksiniz. Burada prinsip kimi ümumi yanaşmanı deyim. Əslində, inklüzivlik prinsipinin 8 olsun bu. İnklüzivlik. İnklüzivlik dedikdə sağlamlıq imkanları məhdud, yəni fiziki, psixi, əqli, intellektual cəhətdən məhdudiyyəti olan şəxslərində ümumi təhsil prosesinə cəlb olunması nəzərdə tutulur. Prinsip bunu tələb edir. Amma deyirsiniz, bəs inklüzivlik yalnız elə məhdudiyyəti olan şəxslərə aiddirmi? Xeyr. İnklüzivlik dedikdə yalnız məhdudiyyətli şəxsləri nəzərdə tutmuruq. Bütün vətəndaşları, xüsusən sağlamlıq imkanları məhdud olan şəxsləri nəzərdə tuturuq. Hətta istedadlı şagirdlər inklüziv olmasalar belə, inklüziv yanaşmanı onlara da göstərmək lazımdır. Çünki sinif mühitində mən onları nəzərə almasam, istedadlı təbii ki, daha sürətlidir, daha bacarıqlıdır, daha tez qavrayır. İndi istedadlı mənimlə ayaqlaşmağa çalışsa, o potensialından nəsə itirəcək, potensialı aşağı düşəcək. Deməli, hər kəsi nəzərə almaq lazımdır və hər kəsin özünə uyğun qurmaq lazımdır. İnklüziv bir model, bir də var diferensial təlim, fərqləşmənin təmin olunması, bəli, metod kimi inklüzivlikdə istifadə oluna bilər. Ona görə də inklüzivliyin təmin olunması bütün vətəndaşların xüsusən sağlamlıq imkanları məhdud olan, yəni fiziki məhdudiyyəti var, onun da cəlb olunması təmin olunmalıdır. Bu olur inklüzivlik. Sonuncusu, məktəb valideyn əlaqələrinin yaradılması. Məktəb valideyn əlaqələrinin yaradılması zamanı məktəbdə baş verən hər hansı bir problemlərin aradan qaldırılması üçün valideynlərin prosesi cəlb olunması nəzərdə tutulur. Yəni, valideynlər də o prosesin iştirakçısı olar və həmin prosesdə məktəbin fəaliyyətinə dəstək ola bilirlər. Sual verərsiniz, bu idarəçiliyə cəlb olunma necə olur? Valideyn komitələri ilə bunu edə bilər məktəb. Valideyn komitələri yaradaraq valideynləri həmin prosesə cəlb edə bilər. Bu, məktəblə valideyn arasında münasibət tənzimləyir, şagirdlərin akademik nailiyyətlərində yüksəlməsinə səbəb olur və valideynlərlə məktəb əlaqəsi ilə bağlı düşən situasiyalar nisbətən asan olur. Bura qədər bizim bir problemimiz yoxdur. Sual 1. Sual belədir. Dərs zamanı müəllim şagirdləri kimyəvi təcrübə aparmaq üçün laboratoriyaya aparır, lakin heç bir təhlükəsizlik tədbiri görmür. İndi mən izah verdim sizə ki, təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Təhlükəsizlik qaydalarına əməl etməyi biz harada görmüşdük? Dəstəkləyici mühitdə. Təhlükəsizliyin qorunması. Deməli, heç bir təhlükəsizlik qaydasına əməl etməməsi müəllimin əslində heç bir təhlükəsizlik qaydasına əməl etməməsi dəstəkləyici mühitin pozulmasına səbəb olacaq. Və cavabımız da olacaq dəstəkləyici mühitin yaradılması D bəndi. Daha sonra İkinci sual. Müəllimin təşkil etdiyi nümunəvi dərsdə məktəbin direktor və direktor müavinlərinin iştirak edirlər.
Müəllim dərs prosesində daha hazırlıqlı şagirdlərlə sual cavab edir. Digər şagirdlər isə bu prosesdən kənarda qalırlar. Bu zaman ümumi pedaqoji tələblərdən hansı pozulmuş olar? İndi biz baxaq. Direktor müavinləri iştirak edir prosesdə daha hazırlıqlı şagirdlər. İndi siz burada düşünərsiniz, hazırlıqlı şagirdlərlə maraqlan daha ya bərabər imkanlar ağlımıza gələcək, ya da inklüzivlik. İnklüzivlikdə də demişdik ki, müəyyən bir qrupu nəzərə alır artıq. Deməli, cavabımız burada olacaq. Bir qrupla yalnız hazırlıqlı və yaxud hazırlıqlı olmayan şagirdlərlə məşğul oldu. Cavab olacaq inklüzivlik C bəndi. Daha sonra başqa hansı suallara baxa bilərik? 3 olmadı. 4. Müəllim şagirdlərdə esse yazmağın strukturunu öyrətməyə hədəf qoyur və lövhədə 5 fərqli mövzunun adını qeyd edərək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın. Hər kəs özünə maraqlı gələn mövzu haqqında yazır. Burada müəllim ümumi təhsilin təşkil edən ümumi pedaqoji tələblərdən hansına riayət etmiş olur? Hər kəs özünə maraqlı gələn əgər mövzunu seçirsə, yadda saxlayaq ki, bu bərabər imkanların təmin olunmasıdır. Cavab olacaq bərabər imkanların təmin olunması C bəndi. Növbəti 5-ci sual. Müəllim kiçik summativ qiymətləndirmə keçirdikdən sonra nəticələri təhlil edib şagirdlərin hansı alt standartın tələbini yerini yetirməkdə çətinlik çəkdiyini müəyyən edir. Biz dedik ki, summativ, formativ diaqnostik aparır, nəticələrini təhlil edir, növbəti dərslər üçün deyək ki, plan qurur. Burada da KSG, kiçik summativ qiymətləndirmə keçirdi müəllim. Kiçik summativ qiymətləndirmə həyata keçirdikdən sonra kiçik summativ qiymətləndirmənin nəticəsini artıq bəzi nəticəsində baxdım ki, hansısa şagirdlərin nəyisə yerinə yetirməkdə çətinlik çəkirlər. Bu çətinlikləri aradan qaldırmaq üçün növbəti bölmədə həmin alt standartın tədrisini planlaşdırır. Mən bu dərs üçün problemi müəyyən etdim. Növbəti dərsdə isə həmin problemləri aradan qaldırmaq üçün planımda dəyişiklik etdim. Bu zaman təbii ki, inkişaf yönümlülük prinsipini əməl etmiş olacağım. Cavab olacaq E bəndi. Növbəti 7-ci suala baxa bilərik. Gəlin 7-ci suala baxaq. Burada ikisi bir aradadır. Biz elə birinə baxacaq. Yalnız tələbi taparıq. Müəllim şagirdlərə dövlət rəmzləri haqqında məlumat verir və hər bir Azərbaycan vətəndaşının bunları öyrənməsinin önəmli olduğunu aşılayır. Və burada belə bir şey demişdik. Dövlət rəmzləri milli kimliyin dərki milli iftixar hissi ilə bağlıdır. Milli iftixar hissinin yaradılması dəyərdir. Dəyərin formalaşdırılması. Siz özünüz videonu saxlayın, cavabı düşünün. Sonra mən deyirəm cavabı. Cavab olacaq şəxsiyyət yönümlülük. Baxaq, stimullaşdırma deyil. Bunu çıxdıq. Şagird yönümlülük deyil. Şəxsiyyət yönümlülük. Təbii şəxsiyyət yönümlülük və milli kimliyin dərki də burada demişdik. Cavab olacaq C bəndi. Başqa sual 12. Direktor məktəb həyatına mane olmamaları üçün valideynlərin məktəbə giriş-çıxışını qadağan edir. Onların təkliflərini qəbul etmir. Məktəbin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində valideynlərin iştirakını təmin etmir. Burada ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərdən hansı pozulmuş olur? Varianta baxmağa ehtiyac yoxdur. Valideynlərin məktəbə daxil olmasını istəmir, çünki maneə törətdiyini düşünür. Əgər bunu eləyirsə direktor, deməli, məktəb valideyn əlaqələrinin tənzimlənməsinə dəstək olmayacaq və düzgün qurmayacaq bu prinsipi. Cavabı olur, məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Başqa da bir neçəsinə baxaq, sonra dərsimizi yekunlaşdıraq. 14-cü sual burada olacaq. Müəllim qrup işindən əvvəl şagirdlərə sizcə zooparkda
hansı davranış qaydalarına əməl etmək lazımdır? İndi biz baxaq, zooparkda, daha sonra olsun restoranda, parkda, kütlənin olduğu yerdə hansılara əməl etmək lazımdır? Və qrup müzakirə edərək uyğun davranış qaydaları tərtib edir. Seçim haqqını bizə verdi amma. Burada bir qəşəng sualdır bu. Bizə deyir hansı qaydaları tərtib etmək lazımdır? Siz qaydaları tərtib edin. Əlavə olaraq da, yəni bizə müəllim öyrətmədi, özümüzün qayda tərtib etməyimizi istədi. Yalnız özümüz yox, kütlənin olduğu bir yerdir. Qruplar müzakirə edərək davranış qaydalarına işarələr də düşünüb çəkdilər. Qrup özü o işarələri düşünüb çəkdi. Yəni seçim haqqını bizə verdi. Seçim haqqının bizə verilməsi mənafeyimizin müdafiəsi ilə bağlıdır. Və bu da olacaq şagird yönümlülük. Cavab şagird yönümlülük. İndi biz baxaq, şagird yönümlülüyü tapdım. Kütlənin içərisində davranış qaydası yalnız mənə mi aiddir? Yox, mənim və sosial kütlənin hər birinə aid olduğundan şəxsi və sosial məsuliyyət. Baxın, cavab şəxsi sosial məsuliyyət və şagird yönümlülükdür. B bəndi. Başqa bir sual. Düzünü sualı qeyd etmişəm. O da bunlarla bağlıdır. Hərəsindən biri olsun deyə müxtəlif nömrələri axtarılır. Hər birindən ən azı bir sual olsun. Cütlərlə iş zamanı şagirdlər tapşırıqda verilən sualları müzakirə edir, növbə ilə fikir yürüdürlər, müəllim onları dinlədikcə spesifik və idraki fəaliyyətə uyğun rəy bildirir. Bu situasiya şagirdlərdə hansı səriştənin formalaşmasına, pedaqoji prosesin tələblərindən hansının reallaşmasına xidmət edər? İndi biz baxaq. İzah verərkən dedik, konstruktiv rəy verməsi, düzgün istiqamət verməsi nə ilə bağlıdır? Fəaliyyətə uyğun rəy bildirir. Yəni bunu işarə edək sizin üçün. Rəy bildirir. Hansı səriştənin formalaşmasına və nəyə? Yəni biz burada pedaqoji prinsip axtaraq, konstruktiv rəy vermək birbaşa fəaliyyətə stimullaşdırılması ilə bağlıdır. Sualları müzakirə edir, növbəti ilə fikir yürüdürlər, onları dinlədikcə spesifik və idraki fəaliyyətə uyğun rəy verir. Təbii ki, bu da olacaq fəaliyyətin stimullaşdırılması cavabımız fəaliyyətin stimullaşdırılması oldu. C bəndi. Verəcəyimiz izah bu qədər. Mövzu ilə bağlı hər hansı bir sualınız olsa, qeyd olunan nömrə və rəy bölməsində qeyd edə bilərsiniz. Bizim əyani və onlayn dərslərimizlə bağlı maraqlanmaq üçün də 070 346 44 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, Allah amanında qalın.